Herkese salam. Davam edirik. Biologiya fənnindən müəllifi Camal Kərimovla Respublika fənn müsabiqələrinə hazırlıq test vəsaitinin bölmə 6 sınav 2-nin izahı ilə ilk sualımızla başlayaq. Uyğunluğu müəyyən edin. Herbivor canlılar, omnivor və karnivor canlılar vermişdir. Herbivorlar bitki mənşəli qida ilə qidalanırlar. Omnivorlar qarışıq qida ilə qidalanırlar. Karnivorlar isə ət yeyənlərdir. Herbivor canlılara deməli zebranı misal göstərəcəyik buradan. 1-ə D gedəcək. Omnivorlara nümunədir ayı və qarğa. Yəni bunlar deməli qarışıq qida ilə qidalanırlar. Həm bitki, həm heyvan mənşəli qida ilə qidalanırlar. E, Karnivorlara nümunə isə bayquşu misal göstərəcəyik. 1-ə D, 2-yə A, C, 3-ə B. Cavabımızı müəyyən edirik. B variantı. Uyğunluğu müəyyən edin. Nekton, bentos və planktonlar verilmişdir. Suyun dib qatlarında olanlar bentoslardır. Suda asılı vəziyyətdə yaşayanlar planktonlardır. E, Suda fəal üzən, yəni suyun qatları ilə üzən canlılara isə nektonlar aiddir. 1-ə C, 2-yə A, 3-ə B. Cavabımızı müəyyən edirik. A variantı. Çılpaq toxumlu bitkilərdə olmur. Çılpaq toxumlar toxum vasitəsilə çoxalır. Toxum varsa toxumun şem kökünə əsas kök inkişaf edir. Əsas kök varsa onun üzərində inkişaf edən yan kökdə olacaqdır. Tozcuq vasitəsilə çoxalırlar. Tozcuq da mütləq olur. Lakin erkəkçiydi, dişicikdir. Bunlar çılpaq toxumlu yox, örtülü toxumlu bitkilərə xasdır. Ona görə çılpaq toxumlarda erkəkçi olmaz. Doğru fikri müəyyən edin. İki tali mollysklar, dəniz ulduzları, dib balıqları, bəzi qurdlar bunlar aiddir bentos canlıları, yəni suyun dib qatlarında yaşayan canlılara. Su ekosistemində qida zəncirinin ilk halqasını təşkil edir. Qida zəncirinin ilk halqasında günəş enerjisini kimyəvi enerjiyə çevirərək qida zəncirini ötürən fitoplanktonlar dayanacaq. Ümumiyyətlə, produsent canlılar dayanmalıdır. Bu canlılar içərisində də ilk halqada dayanacaq olan planktonlara fitoplanktonları misal göstərəcəyik. Sual 6. Enliyarpaq meşənin üst yarısını təşkil edən bitkiləri seçin. Enliyarpaq meşədə yarıslanma bitkilərin işığa olan tələbatına görədir. Ən hündür qatlarda, yəni ilk qatlarda olacaq işıq sevən hündür ağaclar, daha sonra bir qədər onlardan qısa olan ağaclar, daha sonra kollar, otlar və qıcılar, ən sonda isə mamır və şibyələr dayanacaq. Enliyarpaq meşənin üst yarısında palıd cökə, yəni hündür ağaclar olacaq. Əgər bizə desəydi orta yarıs itburnu moruq kolları götürərdi. Əgər bizə desəydi aşağı yarıs inci çiçəyi və bənövşə olmaqla deməli otları götürərdik. Burada ən üst yarısı dediyi üçün 1-4 olacaq cavabımız C variantı. Şirin su ekosisteminə aiddir. Ümumiyyətlə, su ekosisteminə aid olan dəniz, su anbarı, çay və okean göstərilib. Lakin əgər bizə deyirsə şirin su ekosistemi, bu zaman yalnız su anbarı və çayı götürə bilərik. Okean və dəniz şirin su ekosisteminə aiddir. Okean və dənizə duzlu su ekosisteminə nümunə deyərik. Sual 8. Dovşan aid olacaq yenə herbivor, karnivor və omnivorları ümumiləşdirəcəyik. Dovşan olacaq herbivorlara nümunə, timsah karnivorlara nümunə, boz ayı omnivor canlıdır, yəni hər iki tip qidalanma üsulundan istifadə edə bilir. Maral herbivor canlılara nümunədir. Kirpi omnivor canlılara nümunə. Akula isə karnivor canlılara nümunədir. 1-ə 1-4, 2-yə 2-6, 3-ə 3-5 cavabımız olur A variantı. Sual 9. Verilən canlılardan hansı həm ilkin, həm də ikinci dərəcəli konsument ola bilər? İlkin konsument bitki yeyən, ikinci konsument isə ət yeyən olacaq. Yəni həm bitki yeyən, həm ət yeyən omnivor canlı axtarırıq. Buradan da qonur ayını müəyyən edəcəyik. Maral herbivor, tülkü, timsah karnivorlara aiddir. Sual 10. Əksər balıqlar, dəniz məməliləri, kalmarlar, bunlar deməli suyun qatları ilə üzən canlılardır, yəni nektonlara nümunədir. Sual 11. Enliyarpaq meşənin orta yarısını təşkil edən bitkilər seçin. Az öncəki sualda da dediyimiz kimi ilk yarısı da hündür ağaclardır. Bura palıd cökə. Orta yarısa kollara aid olacaq. Kollara da aiddir buradan. İtburnu, moruq 3-6. Otlara da aid olardı 2-5. Cavabımızı müəyyən edirik. B variantı. Bizə orta yarısı dediyi üçün kolları nəzərə alacaq və cavabımız olur 2-5. Sual 12. Verilənlərdən hansı fitoplanktonun iştirak etdiyi qida zənciri üçün biokütlə piramidasıdır? Fitoplanktonun iştirak etdiyi qida zənciri üçün deməli biokütlə piramidası buradan A bəndini müəyyən edəcəyik. Nəyə görə burada misal üçün birinci fitoplankton, ikinci isə zooplanktondur. Nəyə görə
fitoplankton, zooplanktondan asılı. Ümumiyyətlə fitoplanktonların biokütlə olaraq qida zəncirində biokütləsi fitoplanktonlarda zooplanktonlara nəzərən azdır. Yəni ona görə burada fitoplankton daha az olan, zooplankton isə daha çox olanı götürəcəyik. Cavabımız olur A variantı. Sual 13. Qida zəncirinin produsentin tərkibində olan enerjinin neçə kilojoulu 3-cü dərəcəli konsumentin bədəninə keçər? Produsent birinci konsument, ikinci konsument, ikinci konsument və üçüncü konsument. Deməli, produsentin enerjisi 20 min kilojouldur və bitki özündə olan enerjinin 10%-ni növbəti halqaya ötürəcək. Yəni, hər sonraki halqaya 10% enerji ötürülür. Əgər produsentin enerjisi 20 min kilojouldursa, buradan birinci konsumentə 2000 kilojoul, ikinci konsumentə 200 kilojoul, üçüncü konsument isə 20 kilojoul enerji keçmiş olacaq. Cavabımız olur D variantı. Verilən canlıların hansına enliyarpaq meşənin üst yarısında rast gəlinər? Enliyarpaq meşənin üst yarısında rast gəlinər. Üst yarusda hündür ağaclarda rast gəlinə bilən bir heyvanı götürməliyik. Burada da sincab hündür ağaclarda ola bildiyi üçün həmin üst yaruslara nümunə sincabı götürəcəyik. Sual 15. Savanna. Bu tərif dərslik kitabının ikinci hissənin sonunda qeydlərin içərisində var. Hansı ki, sözlərin açıqlamaların içərisində var. Savanna seyrək ağacı örtüyü olan qarışıq meşəlik çəmənlik ekosistemidir. Sual 16. Biokütlərin azalma ardıcıllığı ilə düzün. Tropik meşə ən çox müxtəlifliyə malikdir, ən çox biokütləyə malikdir. Daha sonra gələcək enliyarpaq meşə, daha sonra iynə yarpaqlı meşələr, av çəmənlikləri və qarlı ərazi, qar örtüyünü qeyd edəcəyik. Cavabımız olur C variantı. Tropik meşədə müxtəliflik həmişə ən çox olacaqdır. Sual 17. Davam edirik. Deməli, qida zəncirinə əsasən müvafiq olaraq ədəd və biokütlə piramidası hansıdır? Bu dərslikdə olan deməli tapşırığa istinadən salmış bir sualdır. Deməli, birinci ədəd piramidası və biokütlə piramidası elə birə uyğun gələcək. Birinciyə uyğun gələn ədəd və biokütlə piramidası A-dır. İkinci, deməli, qida zəncirinə uyğun gələn ədəd və biokütlə piramidası burada C olacaq. Üçüncü isə, deməli, olacaq B. Üçüncü qida zəncirinə, yəni ot, zebra, deməli, sesam milçəyi qida zəncirinə uyğun olan ədəd və biokütlə piramidası olacaq B variantı. 3-ə də B gedəcək. Yəni, burada canlıların, belə deyək, verdiyi biokütlə və qida zəncirində onların sayları. Buna müvafiq olaraq biz piramidanı müəyyən edirik. Və bu, dediyim kimi, dərslik kitabına istinadən salmış bir qeyddir. Ümumiyyətlə, piramidaların mahiyyəti nədən ibarətdir? Hər bir canlının qida zəncirində tutduğu biokütləri müəyyən edirik və buna müvafiq ardıcılıqla qeyd edirik. Həm ədəd, həm də biokütlə piramidasını ardıcılıqla qeyd edirik. 1-ə A, 2-yə C, 3-ə B cavabımız olur A variantı. Sual 18. Meşə ekosistemində bitkilərin yaruslarının yerləşməsinin ən başlıca amili az öncəki yarus suallarında qeyd etdiyi canlılar işıq olan tələbatlarına görə yaruslarla yerləşirlər. Qida zəncirinə əsasən verilənlərdən hansı yanlışdır? Redusentlər hər halqadan sonra gələ bilər. Bu doğru fikirdir. Qida zəncirində bir canlı hər hansı bir başqa bir canlı qidasını təşkil etməsə belə, əgər o canlı məhv olacaqsa, onun cəsədləri redusentlər tərəfindən minerallaşacaq. Yəni, hər halqadan sonra redusent gələ bilər. Bu doğru fikirdir. Bitkilər produsentləri doğru fikirdir. Birinci dərəcəli konsument herbivordur. Yəni, burada zebr birinci dərəcəli konsumentdir və bitki yeyəndir, herbivordur, doğrudur. İkinci dərəcəli konsument burada deməli, şir göstərilib və bu omnivor deyil, karnivor canlılara nümunədir, yanlışdır, D variantı. Sual 20. Piramidada verilən canlıları yerləşdirməyi öncə kənarda hər halqadan sonra gələ bilən redusentləri qeyd etmişik. Redusentlərə burada nümunə saprofitləri göstərəcəyik, saprofit bakteriyaları. Daha sonra birinci halqada produsent olmalıdır. Produsent canlıya çoban yastığını misal göstərək. İkinci çəyirtkə birinci dərəcəli konsument, qurbağa ikinci dərəcəli konsument, ilan isə olacaq bizdə üçüncü dərəcəli konsument. Deməli, A1, B3, C2, D5, Y4 cavabımız olur. C variantı.
Sual 21. Verilenlerden hansı yukarıdaki gıda zincirine uygun biyokütle piramidasıdır? Az önce biz həmin o biyokütle piramidasının birini müəyyən etmişdik. Burada birinci ot, dovşan, ilan, qartal biyokütle piramidasını müəyyən etmişdik bu şəkildə. Və buradan da cavabımızı müəyyən edirik. C variantı. Sual 22. Şəkildə qida zəncir şəbəkəsində diqqətlə nəzərdən keçirir və bir canlının artımı digərinin azalması əlaqəsinə baxacağıq. A azalanda B artır. Deməli, öncə A azalır, B artır. Burada A azalanda B artır nümunəsi belə ola bilər ki, yırtıcı azalsa, o yırtıcının qidalandığı şikarın miqdarı artmış olacaq. Misal üçün, burada ilan. İlan azalsa, baxırıq, cütlüklərdən 5-6 daha uyğun gəlir. İlan azalsa, ilanların sayı azalsa, sıçanların sayı artacaq. Çünki ilanlar sıçanlarla qidalanırdı, onların sayını azaldırdı. İlan azalsa, sıçan burada artmış olacaq. 5-6 olur əlaqəmiz. 5 azalanda 6 artmış olacaq. Sual 23. Omnivorları seçin. Omnivor canlı burada bayquş və ayı olacaq. 1, 5. Zebr herbivor, bayquş karnivor, akula karnivorlara nümunədir. Sual 24. Ekoloji amillərin orqanizmə təsir intensivliyi ilə bağlı verilmiş qrafikdə verilmişdir və buna əsasən səhv fikri bizdən istəyir. Baxırıq, azot, xlor və dəmir elementləri miqdarı verilmişdir. Azotun miqdarı 6x və normadadır. Xlorun miqdarı 4x və norma daxilindədir. Dəmirin miqdarı 2x-dir və normallardan azdır. Deyək ki, 3x olmalıdırsa, normal 3x-dirsə, bundan daha azdır, yəni 2x-dir. Amma digərləri hər biri özünün normalı daxilindədir. Yəni burada bütün elementlərdən 6x olacaq deyə bir şey yoxdur və ya bütün elementlərdən 4x olacaq deyə bir şey yoxdur. Hər bir elementin torpaqda olan normalı bizə təqdim olunur. Misal üçün, azot normalı 6x ilə normalındadır. Xlor normalı 4x ilə normalındadır. Dəmir deyək ki, olmalı idi 3x, amma normaldan daha azdır 2x-dir. Və yadda saxlayacaq ki, bir elementin çatışmazlığı torpaqda olan bitkinin inkişafı üçün məhdudlaşdırıcı amildir. Yəni, onun fəaliyyətini, belə inkişafını mənfi təsir göstərir. Bitki ətraf mühitdə olan bütün elementlərdən eyni miqdarda istifadə edir. Xeyr, miqdardan da görürük ki, hər birinin normalları bir-birindən fərqlənir. Eyni miqdarda istifadə edir, yanlışdır. Ətraf mühitdə hansı element azdırsa, həmin element məhdudlaşdırıcı amildir. Bu, Libet çəlləyi qaydasına istinad edilir. Libet çəlləyində necədir? Çəlləyin hündürlüyü daha çoxdur, amma çəlləyin bəzi belə deyək, hissələrində taxtalar qırıqdır və daha qısa ölçülüdür. Hansı taxta ən minimaldırsa, həmin o çəlləyi biz həmin hissəyə qədər su ilə doldura bilirdik. Libet çəlləyi qaydasında bircə dəqiqə həmin o çəlləyin sualını tapım. Onun üzərindən izah edeyim, daha aydın olsun. Deməli, baxın bu sualda. Bu Libet çəlləyi qaydasıdır. Mahiyyəti nədən ibarətdir? Torpağın tərkibində hər hansı bir elementin çatışmazlığı bir bitki üçün məhdudlaşdırıcı amil sayılır. Misal üçün, bizim çəlləyimizin hündürlüyü bura qədərdir, lakin çəlləyimizin ən qısa taxtası bura qədərdir. Bu o deməkdir ki, çəlləyin hündürlüyü maksimal olsa belə, biz bu çəlləyi su ilə bura qədər doldura bilirik. Yəni, ən minimal hündürlüyü olan taxtaya qədər doldura biləcək. Oradan o tərəfə daşacaq. Və bu o deməkdir ki, hər bir element bitkidən, belə deyək, torpaqda normal miqdarda olsa belə, normallar daxilində olsa belə, hər hansı bir elementin çatışmazlığı baş verərsə, bu artıq bitkiyə mənfi təsir göstərəcək və bitkinin inkişafına mane olmuş olacaq. Ona görə də torpaqdakı bir maddənin miqdarının az olması, hansı maddənin miqdarı azdırsa, o məhdudlaşdırıcı amildir. Bu doğru fikirdir. Torpaqda ən çox olan maddə bitkinin inkişafını, xeyr, ən az olan maddə inkişafını müəyyən edir dedik artıq bunu. Torpaqda ən az olan maddə bitkinin inkişafını müəyyən edir. Bu da doğru fikirdir. Cavabımız müəyyən edir. B variantı. Sual 25. Müxtəlif çalılardan ibarət qida şəbəkəsi verilmişdir və doğru fikri bizdən istəyir. Produsent buradadır. Sıçan və çəyirtkə birinci konsumentdir. Daha sonra deməli qurbağa ikinci konsumentdir. İlan burada deməli olacaq. Yenə ilan burada ikinci konsument ola bilər. Əgər bu hissədən gəlsə üçüncü, bu hissədən getsə ikinci konsumentdir. Bayquş və qartallar da müvafiq olaraq üçüncü və dördüncü konsumentlər ola bilərlər. Sıçan və çəyirtkə qida uğrunda rəqabət aparır. Bəli, bu buğdanı həm çəyirtkə, həm də sıçan yeməyə çalışır. Qida uğrunda rəqabət var. Doğru fikirdir. İlanların qida şəbəkəsindən çıxarması buğdaya müsbət təsir göstərəcək. İlan çıxarılsa, sıçan artacaq.
Sıçan artırsa buğday ilə qidalanan canlılar artacaq. Bu buğdaya müsbət yox, mənfi təsir göstərəcək. Bayquşların qida şəbəkəsindən çıxarılması qartallar üçün müsbətdir. Bayquş və qartal ikisi də ilanla qidalanırlar. Əgər bayquş qida şəbəkəsindən çıxarılsa, rəqabət azaldığı üçün ilanlar sanki qartala qalacaq və qartalın müsbət təsir etmiş olacaq. Deməli, bu doğru fikirdir. 1, 3 cavabımız olur C variantı. Bölmə 6 sınav 2-nin izahıdır bu.